Salam Klopos istifadəçiləri. Bugün sizə müştəri ekranı haqqında məlumat verəcəm. Bu funksiyanın üstünlüyü odur ki, satış prosesində qarşılıqlı şəffaflıq yaradır. Kassa qarşısında daxil etdiyiniz bütün məlumatlar müştəri ekranında əks olunur. Funksiyadan istifadə etmək üçün ilk öncə arxa paneldə modulu aktiv etməlisiniz. Tətbiqlərə daxil oluruq, müştəri ekranı modulunu aktiv edirik. Tənzimləmələrə daxil olub statusunu aktiv edirik. Qeyd edeyim ki, ən azı 1, maksimum 5 şəkil seçə bilərsiniz. Seçdiyiniz şəkillər müştəri ekranında slayd formasında əks olunacaq. Daha sonra saxla düyməsini klik edirik. Daha sonra Display Settings-ə daxil oluruq və Extend modunu seçirik. Modu seçdikdən sonra Control panelə daxil oluruq və Tablet Settings-ə daxil oluruq. Setup düyməsini klik edirik və sensor olaraq istifadə etdiyiniz monitora bir dəfə toxunuruq. Daha sonra Klopos proqramını açırıq. Qeyd edeyim ki, proqram açıq idisə bağlayıb yenidən açmağınız lazımdır. Müştəri ekranı bu formada əks olunacaq. Əgər terminala şəkil əlavə etmisinizsə, həmin şəkil burada görünəcək. Nümunə üçün bir çek açacağam. Çeka məhsulları əlavə edirəm. Və müştəri ekranında bu şəkildə görsənir. Loqo əlavə etmisinizsə bu hissədə düşür. Əlavə olaraq Klopos Pay istifadə edirsinizsə QR kod aşağı hissədə əks olunur.